1, 2, 3. Mən utdum. Evet. Mən başlayıram. Bu başlamalıdır. Buradan da xəyalla səmaya salam göndərirəm. Bu bizim karyeramızda ilk verilişimizdir. O qədər verilişə qonaq getdik. Axırda qərara gəldik ki, özümüzlə bir veriliş eləyək. Oturaq sizlə söhbət eləyək. Nə qədər sual verəcəklər, biz cavab verəcəyik. Bu dəfə sualı da özümüz yaradırıq, cavabı da özümüz veririk. Orxan bəy, ilk dəfə veriliş aparmaq necə bir hissdir? Mən bayaqdan sənə baxıram. Sən kim dedi ki, mənim ilk verilişimdir. Yox, elə də nə geçsə mənim də ilk verilişimdir. Yox, mən özüm televiziyada veriliş aparmışam. Mən də aparmışam bir dəfə. Bir dəfə. Burada göstərə bilərəm. Evet, bir dənə icazə vermədim, mən salamlaşım. Buyurun. O kameraya salam. Hansı kameraya salamlaşım? Məzlum Bütün kameralara salamlayıram hamınızı, bizi izləyənləri. Bəli, Kərim qardaşımın dediyi kimi, bu bizim ilk verilişimizdir. İstəyirik ki, maraqlı bir şey eləyək. İndi onu irəliləyən dəqiqələrdə görəcəyik ki, biz bunu maraqlı eləyə bilirik, yoxsa yox. Onu da sizin şərhlərinizdən biləcəyik ki, biz bunu maraqlı eləyə bildik, yoxsa yox. Bunca o nə edir? Ona bax, sənə qurban olum. Xəstə şərdi deyil. Dəymə. Zülm elə. Dəymə, şad eləyin. Qanacaqdan əziz, əxlaqdan əziz nə ola bilər? Dəyməyin, xəstədir, zülm eyləməyin, şad eləyin. Qanacaqdan əziz, əxlaqdan əziz nə ola bilər? İlk verilişimizin mövzusu qoyaq ki, ümumiyyətlə həyat ilklərlə doludur. Mənə də məsələn doğrudan o qədər mənə maraqlı olan ilk şeylər var. Məsələn, biri odur ki, dünyada ilk dəfə kimsə o qədər əsəbləşib ki, söyüş. Ona qədər yox idi. Bu indi haçan olub, nə vaxt olub. Amma bunların içində ən maraqlı olanı hansıdır? Bir dənə belə bir konspirologiya var ki, əti ilk dəfə qızarmış əti belə tapıblar ki, ocaq başındaymışlar, çiğ ət yemişlər, birinin əlindən ət düşür ocağa. İndi bunu hamı bilir də, əlindən düşür ət ocağa. Sonra ocaq sönəndən sonra yirdi ki, bu nə dadlıymış və belə qızarmış ət tapılır. İndi sualım budur. Sən də qulaq asa bilərsən, operator qardaş, aparatı saxla. Ay operator, aparat bu saxla. Ay operator, aparat bu saxla. Qızarmış kartofu İlk dəfə kim fikirləşib? Kim onu doğrayıb belə yağda, tavada qızarmağa fikirləşib də yəni? Mən belə fikirləşirəm ki, bu ət ki düşüb oda, bişəndən sonra ki biliblər ki, bunu bişirib də yemək olar. Elə də kartof atıblar ocağa. Belə nə effekt? Külləmə kartof oradan yaranıb. Yox, külləmə demirəm də. Məhz onu belə doğrayıb belə tavada İndi o mərhələ olur da. Birinci külləmə olub, sonra deyiblər ki, bu bütöv olmaz da. Gəlin bunu doğrayaq belə. Bunun qabığı mənə düşmür. Bunu doğrayaq belə paylaşaq. Yəni paylaşaq özdə. Bunu belə bişirək. Çıxıb sosial şəbəkəsi. Olub da belə. Nəsə, bu belə. Bir anda yaxşı, sən bu suala dolğun cavab verə bilmədin. Razılaşmadım sənin cavabından. Bu sənin şəxsi fikrindir. Ola bilər. Bu mənim şəxsi fikrimdir. 1, 2. Qulaq as. Sənə bir dənə sual. Sən də qulaq as. İlk dəfə səni məktəbdə, sinifdən nə üstə qovublar? Mən çox qovublar sinifdən. İlkdə təqribən də məsələn get-ki hansıdır bu? Ola bilər ki, səs-küy saldığıma görə ilk dəfə mənim sinifdən qovublar da. Neçənci sinif olardı təqribən? Mən bilmək istəyirəm ki, sən haçandan pozulmağa başlamısan. İlki tam yadımdadır, amma onlar da orta məktəbdə, yəni ibtidai vaxtından elə olub da mən. İndi sən o sualı ver mənə. Səni ilk dəfə Kərim abi nəyə görə sinifdən qovublar? Orxan, mən 15 il təhsil almışam, universitet daxil. Mən heç vaxt sinifdən qovmuşumlar. Qardaşımız belə mövzularda həmişə dünyanın ən mədəni insanlarından biri olaraq həyatına davam eləyir. Meyxanada da yeganə uğurum budur. Yaxşı, Kərim abi. Mən də sənə sual verim ki, ilk dəfə necə oldu ki, meyxana deməyə başladın? O çox kədərli onun bir şeyi var, tarixçəsi var. Bizim məhəllədə bir dostumuz vardı, o meyxana deyə bilirdi. Nəsə bir gün yoxladım, gördüm ki, mən də meyxana deyə bilirəm. Uşaq vaxtından bilirdim, yəni ümumiyyətlə meyxananın texnikasını bilirdim. Uşaq vaxtı elə bilirdim ki, hamı meyxana deyə bilir, ciddidirəm. Elə bilirdim, hamı meyxana deyə bilir. Sadəcə bu televizora çıxanlar necə məsələn hamı televizora çıxa bilməz. İndi bunların da adamı var televizora çıxıb belə fikirləşir. Bəlli bir yaşa çatanda gördüm ki, yox, hamı deyə bilmir. Məsələn, sinifdə paralel oxuyan uşaqlarla, Rus sektorunda oxuyurdum da, As sektorda oxuyan uşaqlarla yoxlayırdım, gördüm ki, yox, deyə bilmirlər. Nəsə burada sehir var.
Sonra o məhəllədəki uşağa qoşuldum, ona qoşulmaz olaydım. Mən tanış elədi meyxana deyəndə. Rüfət Dahi ilə onunla tanış olmuşdum. 2010-cu ildə Rüfətin 23 yaşı vardı mən ondan tanış olan. Salamlayıram Rüfət Dahi. Buradan salam verirəm ustadımı. 23 yaşı vardı. İndi təsəvvür elə 39 yaş. Bilən gör neçə il keçib. Rüfətlə tanış oldum. Demək istəyirəm ki, mən 20 ildir meyxana deyirəm. Yox, o əvvəl dediklərimi meyxanaya saymıram da, çünki çox belə təcrübəsiz, belə naşı, sadəcə meyxana hadisəsini yerinə yetirirdik də. Amma bildim, ilk dəfə necə oldu meyxana dedim. Ada belə oldu da. Belə, yəni Rüfətə salam verdin, bir də ayrıldın ki, meyxana deyirəm. Əməlli başlı. Nəsə, bu sualı mən dolğun cavablamadığınız üçün Sən keçdik. voleybol oynayırıq. Biz mən nə dedim cavab qaytardım. Buna bir quş qoyuram burada. Şey dinən. Verilişimizin sponsorunu dinən. Ay can. Verilişimizin baş sponsoru bizə dəstək olan Okean Su Filtrlər şirkətidir. Təbii ki, bu mən videolarımda görmüsünüz Okean Su Filtrinin təqdimatını. Bu verilişimizdə də Okean Su Filtri sponsordur. Mən biraz istəyirəm Orxanın dediyini düzəldim. Bəli, təbii ki, stəkandan, loqodan göründüyü kimi Okean Filtri bizim sponsorumuzdur. Baş sponsor yox. Okean Filtri ümumiyyətlə bizim sponsorumuzdur. Çünki bizim başqa sponsorumuz yoxdur. Reklamla bağlı aşağı düşürlərlə əlaqə saxlaya bilərsiniz. Ümumiyyətlə bizim sponsorumuz Okean Su Filtridir. Belə bir dənə stəkanım da var, düzdür. Çəkiliş gecikdiyi üçün içindəki çayım soyuyub sizə bir həqiqəti çatdırım. Amma Günah kimdədir? günah kimdədirsə biz bilirik, adını açıqlamırıq. Bəzi üzürlü səbəblərdən adını açıqlamırıq. Boyu bizdən hündürdür. Günahkarın boyu bizim bizdən biraz hündürdür. ona görə belə əhvalımız hələ tam odur. Tam odur. Çünki çox yox, hardasa Əliağa qardaşımız sağ olsun bizi 2 saat yubadı. Bəli, çox sağ olsun. Bu elə bir kəssən, ayrıca Instagramda paylaş, reklam kimi belə. Çünki mən belə operativ iş görürəm. Ya da o nədə ki problem olmuş ya, onları işarələyə bilərsən. Bir dənə əhvalat danışım. Danış. Biraz elə bir astreniyamız açılsın, sonra davam eləyək də təzədən. Bu 18 yaşına qədər uşaqlar ekrandan uzaq oturur. Yox, normal anekdotdur da. Mən təzə öyrənmişəm və istəyirəm ki, və öyrənəndə çox gülmüşdüm. Aha. İstəyirəm ki, bunu danışım, izləyicilərimiz də gülsün və bizim də biraz əhvalımız yaxşı olsun. Gülməsələr amma mən Gülməsəz yazın ki, mən buna gülmədim, amma hamı güləcək. Deməli, içki ilə bağlıdır. Deyir ki, salat oturub mədədə. Görür ki, nəsə tökülür yuxarıdan. Deyir, bu nədir? Deyir ki, araq. Deyir, kimin sağlığına? Deyir ki, Murtuz müəllimin sağlığına. Biraz keçir, görür ki, bir dənə də su töküldü. Deyir, bu kimin sağlığınadır? Deyir ki, bu da Murtuz müəllimin sağlığına. Biraz keçir, bir dənə də tökülür. Deyir, bəs bu kimin sağlığınadır? Deyir, bu da Murtuz müəllimin. Deyir, bir dənə qoy gedim görüm, bu Murtuz müəllim kimdir? niyə gülmürsən Əliağa? Əliağa səsi kameraya düşməsin deyə gülmür. Yox, Əliağa əslində o axırın qaçdı. Orada başqa yerdə idi. Axırı bilmədim. Bir dənə çıxım görün. Montajda baxacaq ki, Orxan burada nə danışmışdı. Bəli, çox gözəl, super bir anekdot. Nəsə, mənim əhvalım açıldı da, sizə bilmirəm. Mən izləyicilərə deyə bilərəm ki, bunu belə qısa deyim, bunu bir yerdə kəsib paylaşa da bilərik. Ki, aktiv olun. Biz davamlı şəkildə, amma bu hər verilişdə olmayacaq. Kefimizə görə olacaq. Situasiyaya görə olacaq. Viktorinalar keçirdəcəyik. O viktorinalarda qalib gələnlərə hədiyyə verəcəyik. Biz 20 manatlıq, 15 manatlıq belə çaşka falan hədiyyə vermirik də. Versək öz adımıza layiq yaxşı hədiyyə verəcəyik. Yəni sevinəcəksiniz ki, bu şeydə iştirak eləmisiniz. Nə? Ona bax. Sənə elə çaşka düşür. Yəni ki, bizi izləmədə qalın. Mütləq ki, sizə yaxşı şeylər qazandıracağıq. Orxan bayaqdan danışırıq ilk dəfədən. Mən bu işin hər şeyin əvvəli, hər şeyin bir əvvəli, hər əvvəlin bir sonu var. Hər sonun bir əvvəli, əvvəlin bir sonu var. Nəsə, mən meyxana deyənəm, mən olar. Hər sonun bir əvvəli, hər əvvəlin bir sonu var. Birinci səhvni keçirik. Birinci səhvni keçirik. Birinci səhv ona keçmişik. İndi deyir ki, o bir dənə telefonlar var idi belənçinə. Sən də görmüsən ondan 100%. Belə, belə yığırdın, qayıdırdı dalay. Yəqin ki, ondan indi heç kim istifadə eləmir də. Ola bilər ki, kimdəsə evdə var. Nə bilim, kimdəsə rekvizit kimi var, kimsə belə xatirə kimi saxlayıb falan.
Amma ondan istifadə eləmirlər. Ümumiyyətlə ev telefonu yavaş-yavaş tarixə qovuşur. Kimsə son dəfə o telefondan zəng vurub. Məsələn, zəng vurub deyib ki, harda qaldın, səni gözləyirəm, hamı evdədir, məsələn. O adam da bilməyib də bunu son dəfə eləyir. Elə bir ki, məsələn, Azərbaycanda, indi bilmirəm, bəlkə Kamboçada hələ də o telefonla yığırlar. Azərbaycanda kimsə o belə fırlanan telefonla son dəfə zəng vurub, amma bilməyib ki, son dəfə zəng vurub. Və görürsən nə danışıb. Heç vaxt cavabını tapa bilməyəcəyimiz bir sualda, yəni. Bu, Belə son dəfələr çox olur. məsələn. Məsələn, mən düşünürəm ki, çox yaxın, çox doğma bir insanla son dəfə görüşmüsən, amma bilməmsən ki, onunla son dəfə görüşürsən. Onun özü də bir sən nəyi əlavə edə bilərəm üstünə? Martın 17-si, 18-i falan idi. Və belə o günlərdən biri idi. 2019-cu ildə. Aydın Xırdalanına axırıncı dəfə Zərdab toyunda meyxana deyir. Və martın 23-də dünyadan köçüb. Məsələn, orada heç bir meyxana deyən, onunla bir yerdə məclisdə iştirak edənlər, kənardan baxanlar Aydın Xırdalanı ilə axırıncı dəfə meyxana dediyini bilmirdi. Görsən, həyat belə acımasız. Aşkım belli, düşmüş aman eyledi gitti. Eşkım beni rüsvayı cahan eyledi gitti. Kartof qızartması ilə bağlı dedin. Əslində bu çox şeyə aiddir. Məsələn, toyuq yumurtasını nə biliblər ki, ilk dəfə onu bişirib yemək olar. Bu toyuq yumurtuyub da, yəni bu özü üçün bala çıxarmaq üçün yumurtuyub da. Yəni toyuq yumurtuyub. Yəqin ki, o məsələn necə olub? Ola bilər ki, toyuğun məsələn hinin ildırım vurub. Yaxşı yumurtanı niyə saxlayırlar onu? Hə, növbəti toyuqları yetişdirsinlər deyə. Və məsələn, Məsələn, ildırım vurub yandırıb oranı. İldırım vuranda həm də dağıdıcı qüvvəsi var deyə yandırıb. Yandırdığı şey bişib. Baxıblar ki, bişəndə bu nə maraqlı bir forma alır. nə bilim, onun qabığın soyması, onun bişdiyi məlum olmur axı. Yox, vurub partladıb da, qabığını da dağıdıb. Elə məsələn 20 dənə yumurtanı vurub dağıdıb. Doğru elə bir ki, böyük bir dənə belə toyuğun 10 porsiyon. toyuğun yumurtamaqda məqsədi bala çıxarmaqdır. Bəlkə 1000 ildir birinci toyuq yaranıb yoxsa yumurta yaranıb sualını qabağında. Yox, o da şey. Yaxınlarda elə bir tapmışdılar. Kim görüb onu? Görməyənə qədər mümkündür. Nə mümkündür də bir neçə şey iddialar var da. Məsələn, toyuğun dinozavrların toyuğun əcdadı olduğuna dair iddialar var ki, məsələn, o təkamül nəticəsində gəlib belə oldu. Gəlib olub toyuq. Hə də elə bil məsələn. Toyuq əslində toyuqdur. Hə də bunun əcdadı elə bir dinozavrdır deyə bir şey var da. Forması görmürsən oxşuyur. Onu biraz böyüt, gözündə böyüt bir dənə toyuğu. Elə bir bu boyda görmədən sonra. Deməli, illərdir toyuqlar bizi aldadırlarmış. İllərdir biz dinozavr yeyirik. Çörək arası dinozavr zəhmət olmasa. Bir də o bayaqlar sondan şey dedi, onu da deyim. Bir də o özdə bir dəfə biri paylaşmışdı türk dilində. Çox kədərləndim. Mənim məhəllə uşaqlarım buradan bütün Azərbaycanı salamlayırıq. Sadəcə mən Lənkəranda Qələdə böyümüşəm. Buradan Qələ uşaqlarını salamlayıram xüsusilə. Şəhərdə, Lənkəranda şəhər uşaqları mənim uşaqlıqdan futbol oynadığımı bilirlər. Stadion, küçə, hər yerdə futbol oynamışam. O da status çıxdı qabağıma yazdı ki, türkçə yazmışlar ki, bir gün son dəfə məhəllədə futbol oynadıq, amma bilmədik ki, bu bizim sonuncu oyunumuzdur. Pis oldum ki, doğrudan mən nə vaxtsa məhəllədə o hansı, məsələn 10-cu sinif idimi, dedim ki, artıq universitetə hazırlaşıram, oynamayım. 9-cu sinif idi ki, məsələn atam mənə çağırdı ki, gəl evə bəsdir. Da mən bir də niyə getmədim, futbol oynamadım. Necəsə mən axırıncı dəfə futbol oynamışam məhəllədə. Dostlarıma da buradan üzümü tuturam məhəllə uşaqlarına. O gün yadınızdadır. Hansı gün idi o? Biz axırıncı dəfə oynadıq. Gedirdik məktəbin həyətində oynayırdıq. Bizdə Əlibalan stadionu vardı. Lənkəranda şəhər hamı bilirdi o stadionu, Əlibalan stadionu. Orada oynayırdıq. Qələdə oynayırdıq. Nə qədər biz orada belə işıq dirəklərinə top vurub sındırmışıq. Sağ olsunlar, heç zət demirdilər bizə ki, qoy uşaqlar oynasınlar. Amma indi qocalıq hardadır? Məhəllədə uşaqlar futbol oynayanda səsi başıma düşür. Fikirləşirəm ki, ilahi biz o vaxt nə zülm eləmişik qonşulara. Amma biz heç zət demirdilər də, Allahın üstünə Allah var. Əmi o topu ver də. Əmi indi biz idi. Əmi biz idi. Əvvəl etiraz edim ki, əmin ödəz görürəm ki, da artıq yaş o yaş deyil. Bir dənə hekayə danışmaq istəyirəm. Çox yeri idi, buyur. Mənalıdır. Düz mövzudan çıxacağam kənara, amma inanıram ki, mövzudan kənara çıxmağıma dəyəcək də.
Mən çünki çox xoşuma gəldi. İstədim ki, onu buradan danışım. Həm ibrətamiz bir şey var o mövzunun içində. Deməli, bir kişinin həyat yoldaşı rəhmətə gedir. Uzun illər keçir üstündən. Buna dostu deyir ki, evlən də, sənin həyat yoldaşın rəhmətə gedib. Sən də tək yaşayası deyirsən ki, təkliyi Allaha məxsusdur. Sən də ailə qur. Deyir ki, mən onun üçün bir insan tapa bilməyəcəm axı evlənim. Deyir, nə bilirsən ki, onun kimi bir insan tapa bilməyəcəksən və ya tapdığın insanla onu qədər xoşbəxt olmayacaqsan. Deyir ki, biz bir gün evdə dalaşdıq, bir-birimizin qəlbini qırdıq. O məndən pis danışdı, qəlbim qırıldı. Mən ondan pis danışdım, onun qəlbini qırdım. Axırda ona dedim ki, çıx ged atangilə. Bu da çıxdı getdi. Bir müddət tək qaldım evdə deyir. Gördüm ki, yox, təkliyi məni sıxır da, onsuz qala bilmirəm də. Fikirləşdim ki, gedim üzr istəyim, qaytarım, gətirim evimizə. Getdim, deyir, atası gilə qapını döydüm, qapını bu açdı, yoldaşı. Deyir, hər dəfə də qapı döyüləndə bu açılmış ki, mən gələcəm. Qapı açılan kimi deyir, boynumu qucaqladı, qulağıma dedi ki, atamgil bilməsin ki, biz dalaşmışıq. Deyir, mən atamgilə demişəm ki, iş səfərinə getmirsən, sən gələnə qədər biz burada qalacaq. Deyir, mən belə insanı ikinci dəfə hardan tapacaq? Yəni, sən mənim kimi dost ikinci dəfə tapa bilməyəcəksə, sözümü bura gətirirsin. Yəni, sən imkan vermədin ki, biz buna kədərlənək. Nəsə, bu yerini kəsib kədərlənərik. Şey var ya, onun üstünə Musa Yaqubun şeirini demək olar ya, həyat yoldaşı üçün yazdığı şeir var. Həyat yoldaşı onun dünyadan tez köçüb. Bir atam da, anam da yanında yatır, necə danışaq ki, eşidilməsin. Yəni ki, biz də Musa Yaqub kimi şeir yaza bilmədiyimiz üçün bəzi yerlərdə, bəzi hadisələrdə bizə deyilər ki, ay şair, bax bura, amma bilin ki, bizim üçün şair Musa Yaqubdur, biz özümüz yox. Yəni, mən öz adıma danışıram. Doğru danışırsan. İcazə verirəm, mənim də yerimə danışasın. Orxan da şairdir, dostlar. Əliyağa amma operatordur. Sən rahat deyə bilərsən ki, mən operatoram. Bu bizim pilot versiyasıdır, verilişimizin pilot versiyasıdır. Ona görə burada dinamika davamlı şəkildə dəyişə bilir. Biz bunu sonra özümüz düzəldib yığacağıq da. Yəni montajör hal-hazırda buna baxır, Kamil. Ola bilər ki, sənin gözünə nəsə xoş gəlmir, amma bu yoluna düşəcək bir şey deyil. Prosta bəzi şeyləri bunun qabağına atmaq lazımdır. Məsələn, sual verəcəydim, yadımdan çıxdı. Ya, sən sualı yadbasan, mən izləyicilərimizə deyim ki, əgər sizin burada səsləndirmək istədiyimiz hər hansısa bir mövzu varsa, sizə maraqlıdır ki, bu mövzudan danışaq, onu şərh bölümündə yazın. Biz həmən mövzunu növbəti verilişdə səsləndirib müzakirə eləyək. Bizə də maraqlı olar ki, bəlkə bir nəfər ora elə gözəl bir şey yazacaq ki, onu müzakirə eləmək doğrudan da bizim üçün çox xoş olacaq və biz məlumatlanacağıq orada. Amma kreativ mövzu tapanda, yəni məsələn gəlib şeydən daha yazmayın ki, məsələn, futbol gedir, orada penalti var idi, yoxsa yox. Hal-hazırda yəni paralel bir 10 dənə veriliş var ki, bir o epizodun penaltisini müzakirə edirlər. Ona görə biz o verilişlərin arasında 11-ci olmaq istəmirik. Bunu boş yerə demədi. Bu gördüyünüz şəxs Messi azarkeşidir və Messini keçən dəfə qırmızı kartını verməyiblər. Bu ora toxunur. Xeyr, mən Messi azarkeşi deyiləm. Mən gözəl futbol azarkeşiyəm. Amma Messiyə orada qırmızı kart verilməli idi. Sarı verilə bilərdi. Çünki şey deyil də, qəsdən vurmur. Sadəcə oyun epizoduda hər ikisi qaçır, hər ikisinin surəti var, qəsdən vurmur. Yəni Messi heç vaxt elə bir hərəkət eləməyib də. Əgər ona qırmızı kart verilirsə, bir gün sonra Bernardo Silva'ya niyə qırmızı kart verilmir? Açıq ayaqla birbaşa ayağa şey gedir. Sürüşmə fəndi ilə gedir. Belə gözəl insanlar. Bu bizim pilot versiya verilişimizdir, dediyim kimi. Pilot buraxılışımızdır. Amma növbəti buraxılışlarda mütləq ki, sizi nəyinəsə mükafatlandıracaq. Yəni, siz bu verilişə baxanda boş-boş baxmış olmayacaqsınız. Bəli. Biz sizə borclu qalmarıq. Mən inanıram ki, siz də bizə borclu qalmazsınız. Yekunlaşırıq. Bəli, mən yekunlaşdırmışam artıq. Onda mən sonda bir dənə gözəl Qəzəl deyəcək. Mən sonda onu demək istəyirəm ki, bir qəşəng sözlə sağollaşacağam sizinlə. Deyir, bəzən ən böyük məsafə iki insan ürəyinin arasında olan məsafədir.
Mən başa düşmədim, amma qoy olsun. Nə çoxmuş ürəklə əlin arası, nə yaxşı ölmədim bu aralıqda. Ramiz Rövşən şeiridir, möhtəşəm. Çox sağ olun bizi izlədiyinizə görə. İzləmədə qalın. Daha maraqlı şeylər, daha maraqlı rubrikalarımız olacaq. Hədiyyəli yarışlar, oyunlar keçirəcəyik. Verilişlə bağlı fikirlərinizi yazmağı unutmayın. Təşəkkür edirəm. Sağ olun. Sağ olun.